Hal-hazırda biz Masallı rayonunun Ərkivan qəsəbəsindəyik. Miyondu küçəsində. Yəni Masallı Buracgah yolunun üzərində salınmış Şəhidlər Bulağı abidə kompleksindəyik. 22 il öncə tikilmiş bu möhtəşəm abidə kompleksi tanınmış iş adamı, xeyriyyəçi, şair, publisist Gülağa Tənhanın təşəbbüsü, təşkilatçılığı ilə, maddi dəstəyi ilə ərsəyə gəlib. Hal-hazırda bu möhtəşəm, gözəl, zövq qoşayan, arxitektur baxımından gözəl tikilinin müəllifi tərəfindən, yəni Gülağa müəllim tərəfindən yenidən əsaslı təmir işlərinə başlanılır. 1-2 gündür ki, işçi qrupu tərəfindən burada sürətli işlər davam etdirilir. Müasir tələblərə uyğun olaraq görülən işlərin şahidi oluruq. Burada giriş qapısı dəyişdirilir, Ərkivan şəhidlərinin xatirə lövhələri yerləşdiriləcək. Yeni subartizan quyusu qazılacaq, işıqlandırma sistemi yeniləcək, köhnəlmiş hasarlar yenidən bərpa edilib, yarım hasarlarda artıq üzlənmə işləri gedir, piyada yollarının metlaqla, kametlə döşənir. Yəni ümumiyyətlə burada hər tərəfli əsaslı təmir işləri bərpa edilir ki, bu da bizim şəhidlərimizin onlara göstərilən ehtiramın bir ifadəsidir. Azərbaycanın hər yerində bu mövzuda olan münasibətlərə həssas yanaşılır. Ölkə rəhbəri tərəfindən, rayonda olan yerli icra hakimiyyəti orqanları tərəfindən, eləcə də dövlət rəhbərinin ətrafında birləşən iş adamları, xeyriyyəçilər sayəsində bu məsələlər, sosial problemlər öz həllini tapmaqdadır. İnanırıq ki, yaxın günlərdə istifadəyə veriləcək bu möhtəşəm abidə kompleksi, bu müqəddəs məkan yenidən insanların ziyarətgahına çevriləcək.